Azərbaycan xalq nağılı. Çoban və padşah. Uzaq diyarlarda ədalətli, lakin qürurlu bir padşah yaşayırdı. Onun sarayı qızıldan, ordusu güclü, xəzinəsi isə doluydu. Amma padşah bilirdi ki, əgər xalqının qəlbinə girə bilməzsə, bu güc və sərvət heç nəyə yaramaz. Bir gün padşah paltarını dəyişib sadə kəndli kimi geyinərək şəhərin kənarına, dağətəyi bir kəndə yollandı. Orada bir təpənin üstündə qoyunlarına otaran gənc bir çobanla qarşılaşdı. Salam ey çoban, maşallah qoyunların sakit, özün isə sükut içindəsən. Nə düşünürsən belə dərin? Deyə padşah soruşdu. Çoban üzünə baxmadan təbəssümlə cavab verdi. İnsan nə qədər danışsa, bir o qədər az eşidər. Mən eşitməyi seçirəm. Deməli belə. Padşah heyrətləndi. Çünki bu sözlər sadə bir çobandan çıxacaq qədər dərin idi. O çobana yaxınlaşıb başqa bir sual verdi. Səncə bir padşah xalqını necə idarə etməlidir? Ədalətlə, əlbəttə ki, ədalətlə. Bir padşahın gücü qılıncında deyil, qəlblərdə qurduğu inamda gizlidir. Padşah bu cavabdan çox təsirləndi. Amma bu çobanın hikmətli olub olmadığını daha dərindən sınamaq istədi. Ertəsi gün çobanı sarayına çağırtdırdı. Bu dəfə padşah öz tacı və əzəməti ilə taxtında oturmuşdu. De görüm ey çoban, dünyada elə bir şey var ki, hər kəs onu axtarır. Tapanda sevinir. Amma itirəndə elə peşman olur. O nədir elə? O inamdır padşahım, inamdır. İnamı qazanmaq illər çəkər. Amma itirmək bir andır. Padşah başını aşağı saldı. Bir anlıq sükut oldu. Sarayın divarları belə bu sözün ağırlığını hiss etdi. Sən sadəcə bir çoban deyilsən. Sən xalqın içindən çıxan həqiqətin səsisən. Sarayıma gəl, mənə məsləhət ver. Həqiqətin sustuğu yerdə ədalət yox olar. Beləliklə çoban saraya köçdü. Padşah hər qərarında onun fikrini alırdı. Ölkədə ədalət, barış və firavanlıq hökm sürməyə başladı. Xalq mehriban, torpaq bərəkətli, göy üzündə isə ümidli arzular parlayırdı. Və beləcə bir çobanın sözü min əsgərin qılıncından daha güclü oldu. Hə mənim şirinlərim, nağılımız da beləcə sona çatdı. Görünüşə yox, insanın ürəyinə baxmaq lazımdır. Əslində, hər kəsin içində bir hikmət, bir dünya var. Anlayanı üçün xəzinə. Sözlər bəzən qılıncdan da güclü olar. Hər zaman doğrunu danışan, dürüst, ürəyi təmiz insan həmişə, hər yerdə qiymətlidir. Göydən çoxlu çiçəklər töküldü. Biri sənin, biri mənim, biri onun, biri bunun, qalanı isə yer üzündəki bütün uşaqların. Şirin şəkər balalar, şip-şirin yuxular. Tanrı olsun sizə yar. Lay lay dedim yatasan, kızıl güle